Sizəndən salamlar, əleyküm əssalam. Mən də sizənə salam. Yaxşı, necəsiz? Aybəniz xanım, xoş gəldik. Salam, saçını bəsmalla bək qurutqur da bilmirəm də, ürəyim, səbrim çatmır. Sağ olun, siz. Çox sağ olun, mən də sizi sevirəm. Əleyküm əssalam. Heç olmasa fenliyə də bilmirəm, axı səbrim çatmır. Yaş-yaş yatacam, sər-sər bir də durub görəcəm ki, baş altıya qədər su keçib. Həmişə beləyəm qızlar, hər axşam başı yuyulmalıdır. Çox sağ olun. Yox, neyinəmişəm, utanılacaq, neyinirəm ki? Xəstələnərsən axı, elə olmuşam, valla. Çox sağ ol, mən də səni sevirəm, deyim. Fenlərəm, tamam. Yemək yiyim, fenliyərəm. Yeməyi tüküşü. Qızlar, mən utanıram. Mən belə deyiləm. Niyə utanıram? Mən balaca bir şeyim. Mən haram açıqdır mən. Nə olub ki? Yox da niyə utanıram? Xahiş edirəm, o qurduğuzu tökün gəlində. Saat ki, Allah hələ mən canlını biraz gec açıram ki, normal insanlarla söhbət edeyim də, normal insanları görüm. Yaxşırım da, xahiş edirəm. Çıxın. Məcbur deyilsiz. Valla mən ala bilmirəm, bacı. Mən kökəlirəm, yenə abratını çəkini dala qaytarırım. Yeməyə tökülər. Tökülməz. Merhaba, nasılsınız? Nasılsınız? Bu vaxtı nə yemək? Ay bacı, nə yeyim? Bu vaxtı yeyirəm də, siz bilirsiniz, axı mən çəki atmaqdan ötürü yeməliyəm, almaqdan ötürü. Nuş olsun, çox sağ olun, təşəkkürlər. Gözlərim alacaqdır. Tamam, sizə soyuq olar, yox, narahat olmayın. Arıqsız, 54 kilo. Vallahi billah xanımlar, 54 kilo. Yəni, nə yaşım o, nə? Var. Dediyiniz o dərman mənə yuxu verdi. Bəxtəvər, doğrudan. Nə yaxşı, sağ əlim başı var, amma sağlamam, narahat olma. Gedirsiniz, bəli, artıq avtobusumuz dolmaq üzrədir. Yerlər məhdud şəkildədir, birlikdə. Nə yiyirəm? Əcəb sandal. Quba qusar şahdaq. Hə, əlbəttə, həyatı çox sevir. Ben neyim? Hə, həyatı məni çox sevir. Mən də həyatını sevirəm. Sağ olun. İğrənç. Çox sağ olun. Təşəkkürlər.
Sinə əməliyyatı olmuşuz, bəli, implantdır. Çox sağ olun. Niyə belə arıqsan? Nə bilim, arıqam da. Kökəlməyə meyilliyəm, amma olmur, alınmır. Çox ağrılı olur sinə əməliyyatı, əlbəttə. Xanım, bütün əməliyyatlar ağrılı olur. Amma wow şəkildə deyil də, dözülməz ağrıdır. Dözülən ağrıdır, dözülməz deyil. Çox sağ olun. İmplant ağrıdır, yox. Sinə kiçiltmə ağrılı olmur, sinə böyütmə biraz ağrılı olur, çünki oraya yad cisim girir. Mən ömür boyu yeməyi əlimdən yemişəm. Xanım, mən turun üzvüyəm. Saf Travel. Mən ölkə daxili və xarici turların təşkilini edirəm. Bizlə gedə bilərsiniz. Özüm də sizlə gedəcəm həftə sonu. Qurba quşlar. 2 dəfə saxlayacam, qidalanacaqsınız. Gedib, gəzib, gələcək, çay içəcək, sonra qaldıracam sizi diskotekaya. Su verdə. Baş üstə. Bir dənə də şorçurək ver. Şorçurək verim? Ay Allah. Başqa nə istəyirsən? Heç nə. Yemək qızdırmışsan? Ana bir də buna bax. Ay daha getdi. Su. Ümid. Sos qızdırmışsan? Yox. Nöşün? Mən şeydən istəyirəm. Şamaxılı olduğu demədən göstər. Ay Elnarə xanım, burada siz bir də mənə salam yazın. Dur ver də. Gəsən ver də nə olur. Dünyaya gətirməyə məndən saxlamaq səni xahiş edirəm. Belə görürəm ki, mərhəmətli ana obrazı almışsan. Uşağım acdıyam. Çocuğum acdı. Evladım. Evladım. Bədən şəkilləndirmə əməliyyatı ağrılı olur, yox. Ağrılı olur, xanım. Bütün əməliyyatlar ağrılı olur da. Bir şey ki, səni narkozla yatızdırıb əməliyyat edirlər. Amma zato ayılandan sonra o şirin ağrı olur. Yox, demək olar ki, yox. Ağrılı olmur. Qəşəkdir. O qədər girərəm əməliyyata. Oğlum. Haydan. Can sənə, düzdür, ana qurban. Şirin çay verim. Tokanda şirin çay düzəldi. Yox, su ver. Ay Allah, bu uşağın nə yediyi bilinir, nə də. Sinə kiçiltmə əməliyyatı ağrısız olur, bəli. Çünki o sənin döşüvü yığır. Amma sinə böyütmə sənin döşüvün altını kəsir, orada implant qoyur, bəli. Çünki yad cisim. Necə deyirlər çənə implantı? Hə. Al. Su da ver. Xanım, xeyr, mən bədənimdə doğru. Su da ver. Verirəm də oğlum, nə olub? Boy dədəsi kimi. Xeyr, mən 59 kilo çəki ilə girmişəm, 2 litrdir. Mən yadınızda saxlayın, ay xanımlar, ay gözəl xanımlar, ay o kommentdə mənim yorumlarımın altında sağ olsun əməliyyat yazanlar. Mən bədən şəkilləndirmə əməliyyatına 80-90 kilo ilə girməmişəm. Mən 59 kilo çəki ilə əməliyyata girmişəm. Mən çəki almamışam. Nə də əməliyyata girib çəkimi azaltmamışam. Yadınızda saxlayın, bədən şəkilləndirmə əməliyyatı ağzında bədən şəkilləndirmə deyirsən. Biri var ki, qadının bədəni kişi bədəni kimi düppələn düz ola, loru dildə, stolpuya oxşayasan. Biri də var ki, sənin istəmədiyin yerlərindən alıb, istədiyin yerlərdə verib, sənin bədənimə forma vermək. Abdominama sənin artıq çəkimi götürüb çölə atmaqdır.
Bilirsiniz abdomina nədir? Təbii doğuşda alt qarın yaranır. Bir də görsən qadın heç doğmur, alt qarını var. O abdominadır. Var ya, boş-boş yazırsın. Sağ olsun əməliyyat. Adı sağ olsun. Bəyəm daxdıq. Bəyəm dedik ki, biz əməliyyat olmamışıq. Burada əməliyyatdan nə söhbət gedir ki? Bəlkə görmüşsünüz, mən demişəm ki, heç vaxt mən əməliyyatı. Mən ömür boyu demişəm ki, təpədən dırnağa estetikəm. Yaxşı da eləmişəm, əladır. Bütün qadınlara da gözəl olmaq arzulayıram. Ana. Aycan. Bax, turbuş. Yaxşı, keç Azərbaycan dilini oğlum, iç. Bizim öz dilimiz var, qurban olum dilimizə. Danış, şeylə, ye. Uşağa cavab verdim. Neçəyədir, çox sağ olun. Gözəlsən, gözəl. Bax, görsən sən kəm savadsan, sən düşüncəsizsən, sən insanların burada fikrini yayındırırsan. Burada söhbət gözəllikdən getmir. Burada bəyəm biz gözəllikdən söhbət getdi. Ay qız, mən dilim çörəyini qoyan deyiləm. Mən o dilim çörəylə kökələn deyiləm. Qoydum qabağıma, dilim çörək yedim. O da bilirsiniz ki, adamı kökəltmir. Hə, ye də nə olar? Xahiş edirəm, ye, qurban olun, ye. Uşaqlarım da özüm kimi çox yeyən deyirlər. Şor yeyir, çünki atası şamaxılıdır. Çok sağ olun. Ne dersiniz? Aynen. Yapıyorsun sen. Ben de bunu istiyorum. Buraya tırbaş. Tırbaş. Ben indi bunu yiyip üstünden de bir de kofe içip yatacağım. Çöçeltme kofesi. Acıdım. Dur gel yiyip acı. Turun qiyməti 39 manat. Ağlamışam, ona görə gözümün içi qızarıb. Ya normal bir şeydir də, hamının həyatında ağlamaq var. Gülmək, ağlamaq. Niyə kökəlirəm? Yenidən əməliyyata girmək istəyirəm, ona görə. Öz məzələnsən, niyə kökəlirlər? Kökəlmək istəyən, kökəlmək nədir? Hə, İlgir. Kökəlmək kofesini 4 ay bundan qabaq almışdım. Yayda da, daha doğrusu. Yayda yox, 4 ay olar. Gülü, buradasan, 4 ay olar o kofeni mənə vermişsən. Mən 4 ay bundan qabaq yüngül bir dənə balaca əməliyyata girdim. Heç kim bilmədi onu. Söz vermişim ki, əməliyyatdan çıxandan sonra deyəcəm. Yəni estetik əməliyyat deyildi. Biraz sağlamlığımla bağlı. Mən onu içə bilmədim. Gördün gəldi Gülü. Gülü, kofeyi mənə nə vaxt vermişdin? Sən Allah, sən buradasan həqiqi. Gülü, halaldır da sənə. Gülü, indi mən bu qədər yemək yiyib üstündən yesəm nə olar? Sər-sər özdə qonaqlıqdayam. Sər-sər o qədər gözəl gün olacaq bizim üçün. Nə edirsiniz, kökəlmirsiniz? Mən nə edirəm, kökəlmirəm, çox hərəkət edirəm. Vallahi xanımlar, inanın ki, siz də istəsəz eləyərsiniz. Bağrım çatlayıb onu içirdənə qədər. Ay qız, üzümü güldürdün ey Allah haqqı. Bax, yazıb ki, bağrım çatlayıb onu içirdənə qədər. İçmişəm ki, 3 dənəsini içdim, düşüyor. İçəcəm, söz verirəm.
Allaha and olsun içəcəm. Mənə bayaq bizə nə deyirlər? Deyirlər qolva implant qoymuşsan. Deyirəm yox, əzələmdir. Şöyle içeyim o kofeni. İkincini də göndərərsən mənə. Küləkdə ay qız. Deyəsən. Yürüyecek gördüğünde. Boş şeydir. Tarakanlar nə oldu? Şu başlarına. Yoxdular elə ki. O kofeyə ağırlıqladır. Yox. Mənim içdiyim çökəldir. Həqiqətən də çökəldir ha qızlar. Bir çox mənim tanıdığım xanımlar da içib. Hələ masaja gedirəm. Bilirsiniz ki, mən kafetasiya aparatına getməmişdim də. Qoy yemək çəkim gəlim. Əsəbi olanda daha çox yeyirəm ona görə. Çox sağ olun. Nə yeyirsən? Dərmanlamayacağım. Bayramdan sonra rayona gedəcəyik. Evə şirkətdən çağıracağım, dezinfeksiya eləsinlər. Gecenin bir alemi, uyku gitmiyor gözüme. Gülü, içeyim indi kofeni. Çok sağ olun. Şu kızlar ne olar şey deyin də, bizdə yox, podvalımızın altına su doldu, yağış yağanda çox havuzda. Xeyri yoxdur. Yox eləyəcəm. Elnur yatıb özü canlıdadır. Elnur evdə deyil ki, sizdədir. Bırax gəlsin evə də, mən də yazığam. 30 yaşım var. Ehtiyacım var ailəyə, ərə, nə olar? Bırax gəlsin. Balaların atasıdır. Ana, bilirsən, xaxaşla tırboş bilirsən. Tırboş xıyan turşudu. Xaxaş da kakaşdı. Bilirsən, mən düz deyirəm. Salam, salam. Bombarino. Ay qız, sənlə deyiləm mən. Gülü, ay Allah, yatmayın da istəyib. Bu nədir? Bezdi mi Quran haqqı? Məcburam mən. Atmayın da istəmirəm. Uşağın səsi eyni atasının səsidir də. Mən də elə vallahi Nurun üzün yox səsinə vuruldum, gəldim. Amin ay Banu. Allah sən də balalarını saxlasın. Çox sağ ol, gözəlim. Heç bir ev uşaqsız qalmasın. Bütün evlərdən uşaq səsi gəlsin. Uşaqlar bizim gələcəyimizdir. Yox. Qonşunun uşağıdır. Mən köküm kəsilib. Yox. 4-cü mərtəbədir. Sadəcə evimizin qabağı, Novxanı dənizinə baxır, Pirşağı. Arxada Məşdağıya. Ona görə dənizin burulğanı vurur evə. Nə yeyirsən? Badımcan qızarmış, pomidor, biber. Bəli. Mənə belə xoşdur. İstəmirsən baxma. Söhbət edirik də, neyinirik? Neyiniyim, pis danışım burada. Şəkidən salamlar. Sağ olun. Kökəlib neyniyəcəksiniz? Ürəyimə məqsədim var axı, qurban sənə. Kökəlmək istəyirəm. Mən pis xəsiyyətim var. Mən saldımsa beynimə füsüyor. Sən öl kofeni, sən o kofeni səhər iç. Ay Gülü, içə bilmərəm axı, səhər tezdən işdəyəm. Ay ana. Şübrivin qaynağı neçə elətdirirsən, heç neçəyə. Niyə yemədin, ay oğlum onu? Işıq niyə belə çelir? Işıq nə eləyirik? Göz vurur. Yəqin indi külək kabelləri. Xarab oldu. Yox, olmaz. Ay Gülü, 7-24 deyirsən, qurban olun. Mən onu içməyib, bizə nə oluram sonra ləbləquza? Pulsuz niyə?
Rəfiqəm də pulsuz yığır, ürəyim. Olmaz, hələ mütləq də hər şeyi pulsuz elətdirməliyik. Pulla elətdirməliyik, o nə deməkdir? Ana. Can ana. Sudan bir dənə də verdi. Sudan bir dənə də verim. Oğlum, nə yemisən? İndi. Akşam çağı güneş gəlmişdi. Nənə mənim üstümə bağırmışdı. Qonaq otağına getdim. Mən də kuxnadaydım. Məndən soyub yedim telefon baxa-baxa. Zoba olan içə bilər, hə? Başatlar da çökmüşdüm yerə mən. Gəl, ver stəkanını verim. Ay Allah, Ümid, yerivə çiş eləmərsən ki, oğlum. Yox, bir qaqaş. Yox bir qaqaş, yox bir ana. What the fuck? Yox bir qaqaş, sözü gördün sən Allah. Uşaq var az qoydu. Belə çipiriyi qaynağı neçədir? Valla deyirsən 40-a yığır ya da 45-ə al. Hələ çipiri ustaları var ki, belə pis çıxmasın. 70 manata, 100 manata. Az çipiri ustası var, 200 manata qaynaq yığır. Bir dəfə ona sual verdim ki, bacı o tük nədir ki, sən elə yığırsan? Heç olmasa cəmaatı və buradan çipiri ustalarına səslənirəm. Bacı, Allah hamımızın ruhsini versin. Heç olmasa da bu qədər adamı loxlamayın. Gedib bahalı yerlərdə işləyirsən, arendan puluna görə 5 qat çipiri, 90 manata çipiri olar sən Allah. Bəlkə bu uşağın az Allah eləməsin, o yaşda nə şəkər. Ümid, bu gün nə yemisən? Bilmirəm, mandalin. Bir meyvə yeyib də. Nəmişkər pulsuz yeyib, permanent kipiriz, canımsan. Bax, görürsünüz qızlar. Bayaqları deyirsiniz, mənə niyə pulsuz? Təklif eləyirlər, mən də gedirəm. Düzdür, o Binəqədi Nüşabə ilə yoldaşlığımız var bizim, sağ olsun. Mən özüm arada hörmət eləyirəm. Amma qaldı ki, hər şey pulla deyil ki. İnsan, mən çevrəmdə insanların çoxunun ürəyi zəngindir, pul olmasa da. İçə bilərəm. Nəyi? Bunu içə bilərəm. Yox, içmə. İçində niyə çok var? İmücücü cızından çıxırsan sən, cızından yoxsa dızından? Ver, mənə yuyum. Yox, tökmək istəyirəm. Çay verim, su. Suy. Gəl. Bir də canlıda yazacaqlar. Evlənməli oğlum var, Tulkada çay içir. Hə, valla, oğlumu evləndirəcəm. Mustafa, qız gətirəcəm, qaynana olacam. Allah. Moderatorlarım yatıb. Git. Ay Ümid, Vüsü deyir, ay sevgilim. Ümid, Vüsü deyir, ay sevgilim. Ümid, bax bura. Deyirəm də. Yox, bir dənə də deyir, Vüsü deyir, ay Ümid. Hayda. Yox, o telefona baxdı da, yazdıq, bəs orada bitər oldu axı. Hayda. Yox, görmür yox səni. Hə, de. Hayda. Gördün? Şu da. Ver, mən atıb. Yox, qonşun uşağıdır. The fuck? Gələ, şuraydı, bəli. Allah, Toçun atası.